Dəyərli qonaqlarımız səhnəmizə Etibar Həsənzadə dəvət olunur. Yazar, prezident təqaüdçüsü. Qeyd etmək istəyirik ki, mükafatı Tural Ələkbərov götürəcək. Etibar bəy bizim çox yaxın dostumuzdur. Bugün burada iştirak eləməsə də onun mükafatlarını Elşən bəylə biz qəbul edəyək. Öncə Etibar bəy iştirak eləyə bilmir. Yəni bizim Gəncəbasar zonasından məşhur yazarlarımızdan biridir Etibar Həsənzadə. Etibar Həsənzadə son kitabı işıqlandırılıb və mənə tapşırıq verib ki, bu da mənim borcumdur. Zəfərlərə doğru kitabı Tural bəyə təqdim eləmək istəyirəm. Deməli, kitab ümumən bizim Qarabağ 1-ci, 2-ci Qarabağ müharibəsindən, antiterror əməliyyatından, bizim belə bir söz deyim, məşhur, yəni hamısı Allah rəhmət eləsin bütün şəhidlərimizə, qalanlara can sağlığı, uzun ömür arzulayıram. Burada məşhur bir neçə şəxslər var ki, bizim general-mayor şəhidimiz Polad Həşimov, Aresta xanım, çempionumuz Muxtar Qasımlı haqda esselər, Mübariz İbrahimov haqda esse və orada döyüşlərdə baş vermiş hansısa hadisələr müəllifin dilindən və ona verilən məlumatlarda kitab toplusudur. Bundan başqa burada həm də maraqlı bir məqam var, onu vurğulayacağam. Mən indi bilmişəm ki, yəni səmimi deyim, bizim Snayper Xalaqızı deyilən bir döyüşçümüz var imiş və Allah ona ömür versin və onun haqqında da bu kitabda qeyd olmuşdur. Bunu sizə təqdim etmək mənim üçün doğrudan fəxirdir. Etibar bəy də Allah can sağlığı, uzun ömür versin. Hər zamanda sizin, bizim tədbirlərimizdə dəstəyini əsirgəməyib. Minnətdaram. Təşəkkür edirik.